Salam, hörmətli tamaşaçılar. Eldiniz TV efirdədir. Vətəndaş mövqeyinin qonağı ömrünü dövlətə, dövlətçiliyə həsr etmiş, əqidə sahibi olaraq tanınan ictimai-siyasi xadim, millət vəkilimiz, Hüquq Siyasəti və Dövlət Quruculuq Komitəsinin üzvü Mübariz Qurbanlıdır. Salam, Mübariz müəllim, xoş gəlmisiniz. Salam, xoş gününüzə gələrək. Təşəkkür edirəm dəvətə görə. Azərbaycan siyasi, iqtisadi uğurlarına dünyanın marağı artmaqdadır. Bunu Davos görüşləri, Cənab Prezidentimizin səfəri bir daha təsdiq elədi. İstəyərdim ki, o səfərlə bağlı siz öz mövqeyinizi bildirəsiniz. Davosda keçirilən tədbir Azərbaycan üçün də çox əhəmiyyətlidir və bu Davos platformasında Azərbaycan 1995-ci ildən iştirak edir. Ulu öndər Heydər Əliyev həmin platformada, həmin tədbirdə, Dünya İqtisadi Forumunda iştirak eləmişdi 1995-ci ildə və ilk dəfə olaraq Ulu öndər orada geniş çıxış eləmişdi və həmin çıxışında Azərbaycanın iqtisadi potensialı, mövcud vəziyyəti, o cümlədən həmin dövrdə Ermənistan Azərbaycana təcavüzü, torpaqlarının işğal altında olması və bu işğal faktının bütövlükdə regionda iqtisadi məsələlərə də böyük ziyan vurduğu və sair qeyd edilmişdi. Yəni Davosla bizim Azərbaycanın müstəqil dövlət olaraq başlanğıcı Ulu öndərin orada iştirakı ilə getmişdir. Və sonraki dövrlərdə Azərbaycan faktiki olaraq hər il bu Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılmışdır. Cənab Prezidentin də bu istiqamətdə, bu platformada iştirakı davamlı xarakter almışdır. Və bu tədbirlərə qatılan Prezident İlham Əliyev hər dəfə orada həm Azərbaycandakı iqtisadi vəziyyət, dünyadakı iqtisadi durum, regiondakı vəziyyətlə bağlı məsələlərə toxunmaqla yanaşı, eyni zamanda hər dəfə gedişi zamanı orada ən qabaqcıl dünyanın şirkətlərinin nümayəndələrinin istəyi ilə onlarla görüşmüşdür. Müxtəlif sənədlər imzalanmışdır. Azərbaycanın iqtisadi potensialının, iqtisadi gücünün təşviqi baxımından əhəmiyyətli tədbirlər keçirilmişdir. Heç təsadüfi deyildir ki, 2013-cü ildə Davosun bir tədbirinin Bakı şəhərində keçirilməsi baş tutmuşdur. Bu da Azərbaycanın Dünya İqtisadi Forumuna, Davosda keçirilən bu tədbirə qatılması və orada Azərbaycanın rolunun daha yüksək səviyyədə olması ilə xarakterizə olunur. Prezidentimiz 2025-ci ildə keçirilən tədbirdə iştirakı zamanı da biz orada Azərbaycana, Azərbaycan prezidentinə, bütövlükdə Azərbaycanın dünya iqtisadiyyatında yerinə, regionda roluna nə qədər böyük əhəmiyyət verildiyini gördük. Siz və biz hamımız prezidentimizin keçirdiyi görüşləri izlədik. Burada prezidentimiz bir çox dövlət başçıları ilə, bir çox tanınmış böyük şirkətlərin rəhbərləri ilə görüşürdü və bu görüşlərdə də qarşı tərəflərin istəyi ilə baş tutduğu xüsusi qeyd edilirdi. Bunun özü də bir göstəricidir. Yəni İsrailin, İraqın, bəli, İsrail, Almaniyanın kansleri, İsrailin prezidenti, İraqın dövlət başçısı ilə, digər şirkətlərin rəhbərləri ilə və bayaq qeyd elədiyim kimi, bu dəfə də Cənab Prezidentin səfəri zamanı Avropanın Yenidən Qurulma və İnkişaf Bankı ilə xüsusi bir sənəd imzalandı. Bəli, bank rəhbərləri ilə müxtəlif şirkətlərlə aparılan danışıqlarda biz yaşıl enerji məsələləri, o cümlədən Azərbaycanın enerji ehtiyatları və sair məsələlərə toxunulduğunu gördük. Eyni zamanda Cənab Prezident orada Çin televiziyasına müsahibə veribdir və həmin müsahibədə də təbii ki, Azərbaycan-Çin münasibətləri, məsələləri də yəqin ki, yer alıbdır. Yəni, Davos Dünya İqtisadi Forumu çox böyük bir forumdur. Bu forumun başqa forumlardan fərqləndirən cəhəti nədir? Bu 1971-ci ildən burada bu başlanılıbdır, bu forum belə keçirilməsi təşəbbüsü və sonraki dövrlərdə daha da genişlənibdir. Bilirsiniz ki, dünya iqtisadiyyatının durumu məsələsi həmişə dövlətlərin diqqət mərkəzindədir. Biri var ki, bunu ayrı-ayrı dövlətləri birləşdirən təşkilatlar müzakirə edirlər. Tutaq ki, Avropa İttifaqı bunu müzakirə edə bilər, dünyanın iqtisadi durumu və yaxud da məsələn, birliklər var, dövlətlərin birlikləri.
İslam əməkdaşlığı olan ölkələr bununla bağlı bir məsələ müzakirə edə bilər və Türk Dövlətləri Birliyi müzakirə edə bilər. Bu hər birində müzakirədə bu konkret hansısa qurumun müzakirəsi. Bu isə bütün dünyanı özündə əhatə edir. Bunun fərqli cəhəti odur ki, bu dünyanın ən qabaqcıl şirkətləri və dünya dövlətlərinin rəhbərləri, siyasətçilər, müxtəlif sahələr üzrə mütəxəssislər burada iştirak edirlər. Bu dəfə Davosda keçirilən tədbirdə 4 mühüm istiqamət müəyyənləşdirilirdi. Bax, bunların içərisində iqlim dəyişikliyi məsələləri də xüsusi yer tuturdu. Dünyanın iqtisadi vəziyyəti və inflyasiya məsələləri burada çox ciddi şəkildə müzakirə olunurdu. Bugün dünyamızın özündə iqtisadi vəziyyət baş verən münaqişələrin səbəbindən geriləmə ilə xarakterize olunur. Yəni dünya iqtisadiyyatı artımı var da, bir var ümumdünya daxili məhsulun artımı, bir var konkret ölkələr üzrə ümumdaxili məhsulun artımı. Yəni dünyada iqtisadi artım nə qədərdir? 2024-cü il üçün proqnozlar tam yekunlaşmayıbdır. Belə göstərilir ki, 3%-dən yuxarı olmayacaqdır. Bütün dünya iqtisadiyyatının artımı. Və bu dünya iqtisadiyyatının artımındakı lənglik, geriləmə dediyimiz kimi həmin münaqişələrlə, o cümlədən ayrı-ayrı proseslərlə bağlıdır. Və buna görə də burada müzakirələr çox əhəmiyyətli rol oynayır və Azərbaycan da bu platformada iştirak eləməklə həm Azərbaycanın iqtisadi potensialı orada bir daha göstərilir. Eyni zamanda əlverişli şəraitdə əlverişli müqavilələrin imzalanması üçün zəmin yaranır və yaxud da ki, imzalanır. Müxtəlif şirkətlərin Azərbaycana investisiya yatırılması üçün burada Azərbaycanın apardığı işlər öz rolunu oynayır. Ümumiyyətlə, Azərbaycanı başqa ölkələrdən fərqləndirən bir xüsusiyyət var. Biz bu regionun əsas aparıcı ölkəsiyik. Və bu regiondan başqa ətrafdakı regionlardakı iqtisadi, ticari əlaqələrdə bağlayıcı rol oynayırıq. Biz orta dəhliz, şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərində bağlayıcı rol oynayırıq. Və eyni zamanda Azərbaycanda Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatını və Azərbaycanı investisiya baxımından cəlbedici bir ölkəyə çevirmişdir. Yəni, Azərbaycan iqtisadi potensialına görə, iqtisadi münasibətlərə görə, o cümlədən apardığı islahatlara görə Azərbaycan iqtisadi islahatlar və bütövlükdə islahatlar üzrə ən qabaqcıl ölkələr sırasındadır. Ona görə də cəlbedici ölkə olduğuna görə ən aparıcı şirkətlər müxtəlif istiqamətlər üzrə Azərbaycana daha çox maraq göstərməkdədirlər. Ona görə də Cənab Prezidentlə görüşlərin bu cür istəkli olması və müraciətlərin çox olması Azərbaycanın iqtisadi baxımdan cəlbedici olması, iqtisadi baxımdan əlverişli mühitə malik olması, eyni zamanda xarici investisiyalar üçün Azərbaycan daha çox sabit bir məkan olan sayılmaqdadır. Yəni, sabit olmadığı ölkə sabit deyilsə, oraya investisiya yatırılması təhdid altındadırsa, maraq göstərilmir. Azərbaycan bütün hallarda sabitdir. Yəni, iqtisadi məsələlərlə, siyasi məsələlər, hüquqi baxımdan və s. Ona görə də bu Davos Dünya İqtisadi Forumunda Azərbaycanın iştirakı, prezidentimizin ardıcı olaraq burada iştirakının Azərbaycan üçün böyük əhəmiyyəti var. Bu həm bizim üçün əhəmiyyətlidir, həm də Azərbaycan da bu Dünya İqtisadi Forumuna öz töhfəsini vermiş olur. Və eyni zamanda dövlət rəhbərlərinin, qarşı tərəflərin istəyi ilə prezidentimizlə görüşmələr, bank rəhbərlərinin prezidentimizlə görüşməyi həqiqətən də prezidentimizin qüdrətli bir dövlət başçısı olduğundan irəli gəlir. Təbii. Və özünün öz siyasəti ilə qazanıb təbii ki bu. Və Mübariz müəllim, bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarında artıq Trump hakimiyyəti başladı. Sizcə Trump hakimiyyəti Azərbaycana nə verəcək? Mən əvvəla qeyd edeyim ki, Azərbaycanla Amerika arasındakı münasibətlər normal məcrada inkişaf edibdir. Sadəcə Amerika Birləşmiş Ştatlarında bəzən erməni lobbisinin təsir dairəsində olan siyasətçilər və ya erməni lobbisi ilə sıx bağlı olan administrasiya
olduğu dövrdə Azərbaycan-Amerika münasibətlərində müəyyən problemlər yaranıbdır və bu da Amerika Birləşmiş Ştatlarında həmin hakimiyyət nümayəndələrinin yeritdiyi siyasətin nəticəsində baş veribdir. Azərbaycan həmişə qarşılıqlı münasibətlərdə bütün ölkələrlə, təbii ki, düşmən ölkə deyilsə, münasibətlərini ardıcıl olaraq davam etdirmək tərəfdarı olubdur. Biden administrasiyasının yanlışlıqları var. Bu yanlışlıqlar yalnız Azərbaycana aid deyil, başqa sahələrdə də böyük yanlışlıqlara yol veribdir. Məhz bu yanlışlıqların nəticəsidir ki, Amerika xalqı da onlara səs vermədi. Eyni zamanda Azərbaycana qarşı da həm ədalətsizlik ediblər, eyni zamanda Azərbaycana qarşı mən deyərdim ki, Azərbaycanın Amerika Birləşmiş Ştatları üçün, Amerika-Azərbaycan münasibətləri üçün həyata keçirdiyi siyasət müqabilində ona adekvat addımları biz görmədik. Hər zaman ermənilərin tərəfini saxlayıblar. Həm dövlət katibi Blinken, həm də o administrasiyanın müəyyən üzvləri, o cümlədən prezidentin özü də. Biden anti-Türk və anti-müsəlman xarakterli addımlar atıbdır və bu addımları da hər yerdə biz görmüşük. Ona görə də Biden administrasiyasının elə gedə-getdə Ermənistanla da bir sənəd imzalaması bunun göstəricilərindən biri idi. O cümlədən də bölgədə sülh əmin-amanlıq yaradılmasına, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında Azərbaycanın haqlı tələblərinin müqabilində yenə də ermənilərin tərəfini saxlaması əlbəttə həmin administrasiyanın səhv siyasəti idi və həmin səhv siyasəti indi Trump administrasiyası da tənqid eləməkdədir. Elə seçki dövründə də Trump bunları tənqid edirdi. İndi Trump Davosda deməli çıxışı olduğunu televiziya vasitəsilə qoşulmuşdu. Həmin çıxışından sonra da sual-cavab oldu. Həmin çıxışı zamanında yenə də Biden administrasiyasının böyük səhvlərə yol verdiyini qeyd elədi. Əlbəttə, bu böyük səhvlər içərisində konkret olaraq bizim bölgəyə aid də səhvlər onun içərisində gedir. Ona görə də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərdə Azərbaycan öz dövlət maraqlarını həmişə üstün tutaraq davam etdirir və bundan sonra da davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının bu bölgədə də bir dövlət olaraq, böyük dövlət olaraq özünə məxsus maraqlar var. Amma bu maraqlar daxildə başqa cür maraqlar kimi düşünülməməlidir. Bu maraqlar uzlaşdırılmış maraqlar olmalıdır. Yəni kiminsə marağı üzərində öz marağını ifadə edə bilməz. Bu maraqlar əgər uzlaşmırsa, qarşılıqlı deyilsə, təbii ki, həmin maraqları Azərbaycanda kimsə yerinə yetirə bilməz. Çünki Azərbaycan prezidentinin siyasətində Azərbaycan maraqları birinci yerdə dayanır. Azərbaycan öz maraqlarını kiməsə güzəştə getmək niyyətində deyil və prezidentimizin siyasətində biz bunu qabarıq şəkildə həmişə görmüşük. Ona görə də indi Trump administrasiyası ilə Azərbaycan arasındakı münasibətlər hesab edirəm ki, normal inkişaf edəcəkdir. Trump'ın birinci prezidentlik dövründə də Azərbaycanla münasibətlərimiz çox normal olubdur. Eyni zamanda cənab prezidentimizin yerli televiziyalara verdiyi müsahibəsində də bu məsələyə xüsusi toxundu və qeyd elədi ki, biz Amerika Birləşmiş Ştatları ilə də müxtəlif istiqamətlərdə Trump administrasiyası ilə münasibətlərimizi davam etdirmək istəyindəyik və bu qarşılıqlı olaraq davam edəcəkdir. Və bütövlükdə Trump'ın xarici siyasətində də biz bunu görməkdəyik ki, Trump'ın xarici siyasətində başqalarına nəyisə diktə eləmək yox, başqaları ilə normal olaraq ticari iqtisadi əlaqələr qurmaq və onu dərinləşdirmək dayanır. Yəni, Amerika siyasətində, məsələn, demokratların hakimiyyətdə olduğu dövrdə, xüsusilə Biden administrasiyasında kimlərəsə elə bir kənardan nəyisə öyrətmək, dərs vermək, onların daxili işlərinə qarışmaq və s. Bidenin çıxışlarında həmişə bir başqalarına nəyisə yönəltmək kimi sözlər biz görürdük. Başqalarının daxili işlərinə qarışmaq görürdük. Amma cənab Trump'ın çıxışlarında biz görürük ki, cənab Trump bütün məsələlərdə öndə qoyduğu məsələ təhlükəsizlik və ticari iqtisadi əlaqələr, iqtisadi münasibətlərə daha çox üstünlük verməkdədir. Və bu dünya iqtisadiyyatında da Amerika Birləşmiş Ştatlarının böyük yeri vardır. Məsələn, dünən
açıqlamalarından sonra ona verilən sualların birində sual verən qeyd elədi ki, dünyanın ümumi daxili məhsulu 100 trilyon dollardır hazırda. Və bunun 26 trilyonu Amerika Birləşmiş Ştatlarındadır. Onun təqribən 20 trilyondan çoxu Çinin payına düşür. Və sual verən qeyd elədi ki, iki böyük dövlətsiz, amma dünyanın az qala ümumi daxili məhsulunun yarısı sizdədir. İndi siz bu münasibətləri necə tənzimləyəcəksiniz? Cənab Trumpın da cavabında qeyd olunurdu ki, biz bütün məsələlərdə ticari iqtisadi əlaqələrə üstünlük verəcəyik. Yəni, Trumpın bir məqsədi var ki, Amerika zənginləşməlidir. Amerikanın bilirsiniz, bugün dövlət borcu 35 trilyon dollardır. Və Amerika Birləşmiş Ştatlarının dövlət borcunun artması Amerikanı faktiki olaraq təhlükəli bir həddə aparmaqdadır. Və bu administrasiya, Trump şəxsən özü çalışır ki, Amerikanın dövlət borclarını azaltsın. Ona görə də hərbi xərcləri azaltmaq, müəyyən bölgələrdən hərbiçiləri geri çəkmək, o cümlədən Avropada deməli təhlükəsizlik və hərbi xarakterli məsələlərdə Avropa ölkələrinin, Avropa İttifaqının daha çox vəsait sərf eləməsini tələb eləmək, indi tələb edir ki, onlar ümumi büdcənin 5% civarında deməli hərbiyə sərf eləsinlər. Bu baxımdan yanaşdıqda Trump administrasiyası daha çox merkantil bir maraq, praqmatik bir maraq ortaya qoyur və bu maraqda da iqtisadi münasibətlər rol oynayır və Azərbaycan bu bölgədə lider ölkədir. Bu bölgədə də heç bir məsələ, heç bir layihə Azərbaycansız baş tuta bilməz. Və Amerika Birləşmiş Ştatları da bu bölgə ilə hər hansı bir layihələri varsa, münasibətlər varsa, Azərbaycanla indi də münasibətlər var. Təbii münasibətlərin genişlənməsi varsa, aydındır ki, bu bizim Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası ilə münasibətlərimiz normal şəkildə davam edəcək və qarşılıqlı hörmət, qarşılıqlı maraqlar çərçivəsində öz həllini tapacaq. Təşəkkür edirəm sizin Mübariz müəllim. Mən də sizə təşəkkür edirəm. Hörmətli tamaşaçılar, EdNews TV-nin vətəndaş mövqeyinin qonağı ictimai siyasi xadim millət vəkilimiz Mübariz Qurbanlı idi.